Salam əziz Masallı şəhər sakinləri, dəyərli izləyicilərim. Deməli, Masalda digah Cavad İbadov küçəsində asfaltdan, magistral asfaltdan hardasa 300-400 piyada məsafədə 2 mərtəbəli evimiz satışa çıxıb. Evimiz yerləşir 4 bölməli məktəbin yaxınlığında. Bu istiqamətdə. Evimiz 2 mərtəbədən ibarətdir. Evimizin bağı vasitəsi hal-hazırda belə hasar alınmış hin, ayaq yolu bağlıdır. Noktası. Bir tane de beləcə belə bir dam evi var həyatında. Meyve ağaçlarının kimi həyatımızda var. Göyəndi. Evimizin girişinə sizə tanış edirəm inşallah. Balaca bir qadovka kimi. Hündürlüyü də başlı 350-dən çoxdur. 4 metrə yaxın olur. Bu kukla nəzərdə tutulub. Ev malyarkadan çıxıb qalıb. İkinci mərtəbəsinə çıxış. Tualet. Tualet evimin şəkillidir. Güzel 2 mərtəbədir. Kalorun üstüne tanış edirəm inşallah. Bu bizim birinci balaca desk otaq. İkinci yataq otağımız. Üçüncü yataq otağıdır. Prosta bu pol taxtası potolka vurulmayıb. Dördüncü otağımız.